Yəni insanları şey eləməsinlər, belə bu cəmaət kimdir deməsinlər. İnsanlar düşünür də, görür də. Tutaq ki, sən müşahidə dronu buraxmısan. Sən müşahidə dronu dırıldaya gəzir Bakının üstündə. O mu təşviş yaradar, yoxsa buraxmamağın mı təşviş yaradar? Buraxma da. Oturmuşsan 5 generaldır, danışırsan. Biri deyir ki, general, gəl bir müşahidə dronu buraxaq, Bakının üstündə fırlansın. O biri demir ki, bu dırıldayacaq. Orada Sevinç xanım deyəcək ki, bu bizim Müdafiə Nazirliyində, Tural deyəcək, yox, İranındır. Düzdür, dəli yadına daş salmaq məsələn. Ya bu nə qədər, nə ehtiyac duyuldu ki, bax, o dronun səsi eşidilməsəydi, biz bugün burada sizdən müzakirə aparmayacaq. Nədən ehtiyac duyuldu ki, məsəl üçün də Lənkəran deyir, Bakıda təhlükəsizlik dronu uçurdu. Düzdür, oradan gələcək də. Və yaxud da biz indi bayraqdarların xüsusi keyfiyyətlərini bilirik də. O bayraqdarın elə səs çıxartmadığını da bilirik. Bayraqdar neçə kilometr yüksəkdən, yəni o məsafələri izləyə biləcək və səssiz izləyə biləcək bir sistem. O səsləri nə çıxardır? Harop çıxardır. Xatırınız o kamikadze, bir də şahidlər çıxardır və ya da əsasən kamikadze dronlar çıxardır. Niyə? Çünki onların motorları daha ucuz. Çünki onlar bir dəfəli istifadə üçün olur deyə daha ucuz, daha belə deyək, səsli küylü motorlar olar. Ola bilər, yenə deyirəm. Amma bunu gizlətmək daha çox şayiələrə əsas verir. Bunu gizlətmək daha çox o komple məsələlərini, o gəldi, bu gəldi. Nə var? Ola bilsin ki, drondur gəlib. Biz də İran hökumətinə əlaqə saxladıq. Dedilər ki, biz kontrolu tam eləyə bilmirik. Müxtəlif hərbi birləşmələr var, Sepah var, qoşun var. İndi orada da müxtəlif generallar var. Hərsi biri ağıldadır, biri Azərbaycanı sevir, biri sevmir. Bunu yenə deyirəm. Bəzi İrançılar, İrançılıq deyil, bu reallıqdır. Reallığı görməsək biz, reallığı dəyərləndirməsək biz bu qarışıq regionda baş çıxarda bilmərik. Biz bəzən görməzlikdən gəlməliyik. Mən əminəm ki, biz o dronu görməzlikdən gəlmişik. Naxçıvandakını gördük, hətta həddindən artıq gördük. Yeri gəldi, dedi ki, sən nə qarsan, neysə, amma bəzən görməzlikdən gəl. Bu, bax, dövlət belə olmalıdır. Bəzən görməməlidir, bəzən eşitməməlidir. Bəzən görməlidir, bəzən eşitməlidir. Bəzən baxırım, bizdə kampanyaçılıq var, cəmiyyətdə də filan da. Əda hurrey İrana döşək, əda hurrey məsələn Amerikaya döşək, əda hurrey yox, biz normal soyuqqanlı analiz eləməliyik, filan eləməliyik. Mən o gün bir politoloqa qulaq asıram, öldürür özünü. Nə danışırsınız? Amerika, İsrail, dünyaya azadlıq gətirirlər, bu molla, bu filan bir... Sənə nə olub əzizim? Sənə nə dəxli var? La bu qalib gəlsə, bu məğlub olsa, sənə nə adiyyəti var? Yəni izah elə bilim nə? Sən niyə özü atmısan ortalığa? Sən öz hayında olmalısan. Öz hayında olmalısan ki, sabah bunun axırı necə olacaq? Hara gedəcək? Bu deyir, 2 dənə bomba atıblar, Azərbaycanda ərzaqların qiyməti qalxıb. Düzdür, heç olmasa keyfiyyətli ucuz yağ alırdıq, 4-5 manatda o yağın qiyməti qalxdı. Azərbaycan nə qədər İrandan ərzaq alır?